65 min manata 3 otaq 110 kvadratlıq evimiz. 9'un 4'ə qonaq otağı. Qonaq otağının 2 dənə radiatoru var. Kombisi, radiatorlar qalır, əşyalar götürüləcək, qoşadaşdan tikilmiş evdir. Hətta orta perqaritkalar da qoşadaşdır gördüyünüz kimi. Belə bir evdir. Gördüyünüz kimi internetinizdən hər şey var. Bax burada qoşadaşdır, hamısı qoşadaşdır. 5'in 6'ya yataq otağımız. Sentral qoşağın yeri istihboldur, geniş ölçüdür və 4'ün 3.20'yə mətbəximiz. Hamısı qoşadaşdır, hamısı. Bura 2 mərtəbə üçün nəzərdə tutulub. Fundament də betondur, padval üstə kəmər atılıb, bir də üstə kəmər atılıb. 3 dənə kəməri var və bu da digər yataq otağımız. Bu da belə bir digər yataq otağımız. Gördüyünüz kimi dostlar, həyətyanı ərazisi 2 sotdur. İndi həyətyanı ərazini göstərirəm. Evimizin xarici interyeridir. Baxın gördüyünüz kimi belə bir ev. Evin sağ tərəfinin arxaya da keçid var. Bax, padval hissəsi ilə sizi tanış edeyim. 9 daş kürsülüdür. Ən əsas onu göstərir ki, baxın, fundament betondur. Padvalın üstü hamısı kəmərdir. Bax, görünür burada kəmər. Bir də ki, üst mərtəbədə hamısı kəmərdir. 3 dənə kəməri var. Atmalar da 5.20'dir. İdeal evdir. 9 daş kürsülü. Kombi otağı bax burada təyin olunub, üstünü bakına qədər qoyublar. Bu da kombisi. Evimizin qazı, işığı, dövlətin suyu, sayğaclarda var. Belə bir 110 kvadratlıq şəxsi ev 65 min manat. Bu ilin əlaqə saxlayın. Orta perqaritkalara qədər hamısı qoşadaşdır. 3 dənə də kəməri var. 2 mərtəbə də istəsəz eləmək olar. Binə qəsəbəsi 160'ın son dayanacağına 250 metr məsafə.